İmam Hüseyn ağanın yeməyi xüsusidir. Bilirsiniz, xanım Fatimə Zəhranın sinəsindən süd əmməyib. Peyğəmbər barmağını qoyurdu İmam Hüseynin ağzına, oradan təam xaric olurdu. İmam baxdı Möhtəsimin sarayında ki, bunlar oturmuşdular, süfrə qurulmuşdu Nəboyda. Gördü ki, imam gördü bir xalça var Möhtəsimin sarayında, üstündə şir şəkli var. Əlini tutdu həmin xalçaya tərəf, nəsə oxudu, o şir o xalçanın üstündən düşdü məclisə. Həzrət Rəsulullah meyraca gedəndə gördü ki, belə mələklər tökülüb, tikirlər məsələn də, beş materialı ilə qəsrlər tikirlər, birdən dayanırlar. Bir də görsən başladılar birdən tikməyə, təzədən dayandılar.